Gəncədə bədbəxt hadisə baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2013-cü il təvəllüdlü Səb Bayramov əlinin və bədəninin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona yardım edilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə yeniyetmə yaşadığı evdə fişəng partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb. Şirvan sakini 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənifova yüksək konsentrasiyalı sirkə essensiya turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.